Salam uşaqlar. Bugün sizə heyvanlarda cinsi çoxalma mövzusundan mayalanma hissənin izahını verəcəm. Mayalanma erkək və dişi qametin, yəni iki müxtəlif cinsiyyət hüceyrələrinin birləşməsi sayəsində baş verir. Mayalanma burada iki müxtəlif cinsiyyət hüceyrəsi baxın, dişi qamet yumurta hüceyrə və erkək qamet spermatozoid. Bu yumurta hüceyrədir. Bu isə erkək qamet spermatozoid. Və deməli, ilk olaraq xatırladaq ki, bunlar harda əmələ gəlir? Dişi qamət, dişi fərdin cinsiyyət vəzisində, yumurtalıqlarda erkək fərdin spermatozoid isə erkək fərdin cinsiyyət vəzi toxumluqda əmələ gəlir. Quruluşuna da xırda bir nəzər keçəcək, diqqətli. Deməli, yumurta hüceyrə dəyirmiş şəkildədir, iri olur. Spermatozoid isə yumurta hüceyrəyə nisbətən çox xırda olur. 3 hissədən ibarət olur. Başçıq, boyuncuq və qamçıdan ibarət olur. Burada şəkilə diqqət etsək, başçıq və boyuncuq qamçıdan ibarət olur. Başçıqda akrosom adlanan sahə var ki, bu da yumurta hüceyrəyə daxil olmanı asanlaşdırır. Boyuncuqda mitoxondri yerləşir. Bu da ATF-lə təmin edir spermatozoidi. Qamçı isə hərəkətə xidmət edir. İndi isə başlayaq mayalamadan danışmağa. Deməli, mayalanma spermatozoidin yumurta hüceyrəyə daxil olmasına mayalanma başladı. Mayalamadan sonra zigot əmələ gəlir. Zigot baxın başlayır bölünməyə. Diqqət etsə, burada bir düzünə bölünmə, burada da bir düzünə bölünmə. Daha sonra zigot eninə, düzünə bölünərək bir neçə bölünmələr həyata keçirəcək və çoxlu sayda hüceyrələr, baxsanız görəsiniz, çoxlu sayda hüceyrələr əmələ gələcək zigotun bölünməsi sayəsində. Bu isə yeni orqanizmə başlanğıc verəcəkdir. İndi şəkilə baxaq, burada hidranın cinsi yolla çoxalması göstərilmişdir. Biz bilirik ki, hidra hermafrodit orqanizmdir. Həm cinsi, həm də qeyri-cinsi yolla çoxala bilir. Hidranın qeyri-cinsi çoxalması, bura yazıq, yaz aylarında gedir, yazda, yəni əlverişli şəraitdə, əlverişli şəraitdə qeyri-cinsi yolla çoxalır. Yəni qeyri-cinsi çoxalma hansılar idi? Tumurcuqlanma, bir də fraqmentasiya. Yolu ilə çoxalırdı. Sonra hidra əlverişsiz şəraitdə cinsi yolla çoxalacaqdır. Cinsi yolla çoxalır. Burada şəkildə hidranın cinsi yolla çoxalmanı göstərir. Cinsi yolla çoxalma zamanı çarpaz gedir cinsi yolla çoxalma. Bir hidranın spermatozoidi başqa bir hidranın yumurta hüceyrəsi ilə birləşir. Burada zigot əmələ gəlir. Mayalanmış yumurtadır bu. Mayalanmış yumurta zigotu əmələ gətirir. Zigot isə artıq daxildə çoxlu sayda hüceyrələrə bölünür və yeni hidraya başlanğıc verir. Bax, bu mayalanmış yumurta, zigot qışı keçirir və soyuq ayları keçirir. Qış aylarını keçirən sonra yaza doğru təzədən bölünür, çoxalır, yeni hidraya başlanğıc verir. İndi mayalanma prosesi dişi fərdin bədənindən kənarda və yaxud dişi fərdin bədənində gedir. Yəni, xarici mayalanma var, bir də daxili mayalanma var. Xarici mayalanma, bir də daxili mayalanma. Əgər dişi fərdin bədənindən kənar gedərsə, bu proses xarici mayalanma adlanır. Xarici mayalanma su mühitində gedir. Və əsasən suda yaşayan, su mühitində getdiyi üçün suda yaşayan heyvanlarda gedir. Əgər bəzi heyvanlar da var ki, məsələn, çoxalma üçün suya gəlir. Bunlara, məsələn, xarici mayalanma misal olaraq balıqlarda göstərə bilərik, bağırsaq boşluqlarda göstərə bilərik, suda qurda yaşayanlarda. Məsələn, suda qurda yaşayanlar kürlərini, yəni qurbağalar kürlərini suya tökürlər. Balıqlarda, sonra bu bağırsaq boşluqlarda, burada hidranın şəklində gördüyümüz kimi bağırsaq boşluqlarda xarici mayalanma gedir. Xarici mayalanma zamanı çoxlu sayda qametlər əmələ gəlir. Baxın, burada da düşün, müzakirə et, paylaş sualını verir. Mayalanma prosesi xaricə gedən orqanizmdə yüzlərlə, milyonlarla qamet əmələ gəlir. Buna səbəb budur ki, bunlar qametlərini suya tökürlər. Suda xaricdə töküldüyü üçün qametlər
xaricdə ətraf mühitin təsirinə məruz qala bilərlər. Qametlərin bir hissəsi məhv ola bilər və yaxud da ki, başqa orqanizmlər qidalana bilər bu qametlərlə, yəni yumurta hüceyrələrlə və ya başqa orqanizmlərin qidasını təşkil edə bilərlər və buna görə də sayları azalır və milyonlarla tökülsə də onlardan bəlkə də yüzlərlə mayalanmada iştirak edəcəkdir. Az sayda mayalanmada iştirak edəcəkdir. Digər növ isə daxili mayalanmadır. Daxili mayalanma boğum ayaqlarda, sürünənlərdə, quşlar və məməlilərdə baş verir. Daxili mayalanma dişi fərdin cinsiyyət yolunda gedir və quruda yaşayan heyvanlara məxsusdur. Quruda yaşayan heyvanlarda. Bu zaman qametlərdə xarici mayalanmadan fərqli olaraq az sayda əmələ gəlir. Çünki artıq qametlər cinsi yolda olduğuna görə xaricə düşmür və buna görə də məhv olmaqdan qorunur. Qametlər az məhv olunacaq. Yəni ona görə qametlərin sayı azdır. Sonra təbiətdə bəzi canlılarda mayalanma baş vermədən dişi qametlər yeni orqanizmin yaranması prosesi gedir və bu proses partonogenez adlanır. Partonogenez də cinsiyyət çoxalmanın bir növüdür. Niyə? Burada bir fərd iştirak edir, bir fərdin qameti iştirak edir. Məsələn, mayalanma getmədən, cinsi hüceyrədə mayalanma getmədən yeni fərdin yaranmasıdır. Və nə üçün cinsiyyət çoxalmaya aid edirik? Çünki qametin cinsi hüceyrədən əmələ gəlir. Partonogenez, burada yazım, cinsi hüceyrədən. Mayalanma getməmiş cinsi hüceyrədən əmələ gəlir. Və bu proses erkək bal arılarında, dafniyə və mənənələrdə baş verir. Uşaqlar, erkək bal arıları özləri partonogenezlə əmələ gəlirlər. Gəlin burada qeyd edək, arıların çoxalmasını demək istəyirəm. Sizə dişi bal arısı, bura dişi, burada isə erkək bal arısı. Çarpazlaş, erkək bal arısı. Dişi bal arısı 2N xromosom dəsti diploid saydadır. Erkək bal arısı N xromosom dəstinə aiddir, haploiddir. Dişi bal arısı qamet əmələ gətirən zaman meyoz prosesi keçirəcək. Meyoz azalma deməkdir və 2N N-ə düşəcək. Qameti N olacaq. Erkək arı isə onsuz ki haploid saydadır, bunda mitoz keçəcək. Meyoz keçirə bilməyəcək onsuz ki haploid. Və yenə də haploid sayda qameti əmələ gələcək erkək bal arısı. İndi dişi bal, bu da qametdir, erkək bal arısı. Dişi bal arısının qameti ilə erkək bal arısının qameti birləşdi və mayalanma getdi. 2N sayda hüceyrə əmələ gəldi. Və mayalanmış hüceyrə əmələ gəldi. Və bundan dişi arılar inkişaf edəcək. Dişi arılar inkişaf edəcək. Və indi isə bir rəng götürüm. Bu dişi arının qametindən, yumurta hüceyrəsindən mayalanma getmədən, baxın mayalanma getmədən partonogenez yolla təzədən erkək arı əmələ gələcək. Erkək arı. Ona görə də deyirik ki, bax bu erkək arılar, erkək bal arıları partonogenez yolla əmələ gəldi. Hardan əmələ gəldi? Dişi arının mayalanma getməmiş qametindən, yumurta hüceyrəsindən əmələ gəldi. Uşaqlar, partonogen, burada bilirsinizmi hissəsi var. Bilirsinizmi hissəsində burada tut ipək qurdunun şəkli verilib. Bizə bildirir ki, tut ipək qurdu da mayalanma getməmiş yumurta hüceyrəsindən yeni orqanizm əmələ gələ bilər. Necə? Tut ipək qurdunun yumurta hüceyrəsi müəyyən temperaturun və yaxud da mexaniki təsirin altında mayalanma getmədən yeni fərdə başlanğıc verir. Və bundan da istifadə edərək sənayedə insanlar, zavodlarda, fabriklərdə insanlar bu ipək qurdunun mayalanma getməmiş yumurta hüceyrəsinə
temperaturla və ya mexaniki təsirlə yeni tırtırlar əldə edirlər. Yəni yeni ipək qurdular əldə edirlər. Bu isə süni partonogenez adlanır. Çünki insan faktoru var burada. İnsanın təsiri ilə baş verir. Sonra burada düzünə bu heyvanlar doğulandan sonra və yaxud da ki, Rüşeym qabığından çıxan dövrdən başlayaraq inkişaf iki yolla gedir. Hansı yolla? Düzünə inkişaf və dolayı inkişaf. Düzünə və dolayı inkişaf gedir. Düzünə inkişaf zamanı sürfə mərhələsi olmur. Bu zaman yetkin fərdə oxşayan orqanizm əmələ gəlir. Bu zəlilərdə, hörümçəklərdə, çoxayaqlılarda və sürünənlərdə, quşlarda, məməlilərdə əmələ gəlir. Deməli, sürfə mərhələsi nədir? Düzünə inkişaf zamanı əmələ gələn bala ana orqanizmin oxşarı olur. Məsələn, siz görmüsünüz yəqin kərtənkələnin balası. Eyni kərtənkələnin özünə bənzər. Quşların balası, eyni quşlar. Yəni, ana orqanizm eynisi olur, oxşarı olur və ya ondan ölçücə balaca ola bilər və böyüyüb ana valideynin oxşarı olur. Yəni, doğulan bala və yaxud da yumurtadan çıxan bala ana orqanizm oxşarı olur və ölçücə ondan xırda ola bilər. Hörümçəklərdə də elədir, məməlilərdə də, məsələn, insan özdə məməlilər sinfinə aiddir. Görürsən, yeni doğulmuş bala ana valideynə bənzəyir və onun ölçücə, nisbətcə balaca olur. Dolayı inkişafda isə sürfə mərhələsi müşahidə olunur. Deməli, dolayı inkişafın əsas xüsusiyyəti onun sürfə mərhələsi olmalıdır. Sürfə mərhələsi nədir? Sürfə valideynə bənzəmir. Böyüdükcə valideynə bənzəyəcək. Sürfə, yəni doğulan, yeni yumurtadan çıxan bala valideynin bənzəri olmur. Bizdə burada onurğasız heyvanlarda, sifoid meduzalarda, məsələn, çoxalmanı veribdir. Şəkilə baxsaq, sifoid meduzanın çoxalma mərhələsi göstərməsin. Burada erkək fərddir, dişi fərddir. Erkək fərdin spermatozoid, dişi fərdi mayalandırır. Mayalanmadan sonra nə əmələ gəlir? Planula. Planula bizdə kirpikli sürfədir. Kirpikli süfrə. Planula əslində meduzanın süfrəsidir. Görürsünüz, valideynə bənzəmir. Valideyn tam fərqlidir, planula tam fərqlidir. Planula bir müddət kirpikli süfrə suda üzəndən sonra gəlir, substrata yapışır və polipə çevrilir. Və polip tərpənməzdir, hərəkətsiz. Planula hərəkətlidir, polip hərəkətsizdir. Və hərəkətsiz polip bir müddət sonra başlayır artmağa, çoxalmağa. Çoxalandan sonra boşqab şəkilli polip ayrılır. Baxın, boşluq şəkilli eninə bölünür və ayrılır. Ayrılandan sonra cavan orqanizmə başlanğıc verir. Cavan meduzaya başlanğıc verəcək. Bu cavan meduzadır, bu da böyüyüb fərdə bənzəyir. Yəni ki, sürfə mərhələsi, burada kirpikli sürfə mərhələsi, planulası var. Deməli, dolayı inkişafın özü də iki yolla gedir. Tam çevrilmə ilə və yaxud natamam çevrilmə ilə. Burada baxaq, məsələn, heyvanlarda dolayı inkişaf məsələn verir. Burada dolayı yazın. Dolayı inkişaf. Dolayı inkişafda tam çevrilmə, bir də natamam çevrilmə. Bizdə iki misal veribdir. Tam çevrilmə, məsələn, kəpənək misalında verib. Natamam çevrilmədə çərkə misalında verib. Deməli, tam çevrilməsə diqqət etsək, burada 4 mərhələ var tam çevrilmə. Birinci mərhələ yumurta, ikinci süfrə, üçüncü pup, dördüncü yetkin fərd mərhələsi. Burada pup mərhələsi əlavə var. Natamam çevrilmədə isə pup mərhələsi yoxdur. Baxın, yumurta, süfrə, bir də 3 mərhələ, yetkin fərd var. Diqqət etsə, yumurtadan süfrə çıxır. Süfrə pupa çevrilir, bir müddət sakitlik dövrü keçirilir və pupda yetkin orqanizm inkişaf edir. Bu tam çevrilməkdir. Tam metamorfoz adlanır. Heç bir halda fikir versəniz, kəpənəyə bənzəmir.
Amma natamam çevrilmədə çərtkədə bir balaca süfrə mərhələsində bənzərlik var, amma tam bənzər. Çünki baxın, burada qanatları var, burada qanatları yoxdur. Bu çərtkə böyüyüb, artıq qanatları çıxacaq, valideynə bənzəyəcək. Dolayı inkişafı, məsələn, suda qurda yaşayanlarda da, qurbağada da deyə bilərik. Məsələn, qurbağanın çömçə quyruğu valideynə bənzəmir. İndi gəlin suallara keçək. Cədvəli tamamlayın. Valideyn fərdlərinin sayı, qeyri-cinsi çoxalma, cinsi çoxalma. Qeyri-cinsi çoxalmada valideyn fərdlərinin sayı əsasən 1 olur heyvanlarda. Bitkilərdə istisnamız var idi. Bitkilərdə vegetativ yolla çoxalmada 2 fərd iştirak edə bilirdi. Heyvanlarda isə 1 fərd iştirak edir. Cinsi çoxalmada 2 fərd əsasən iştirak edir. Amma istisna partonogenez zamanı 1 fərd iştirak edə bilər. Partonogenez zamanı 1 fərd iştirak edə bilər. Qamet əmələ gəlmə. Qeyri-cinsi çoxalmada qamət əmələ gəlmir, cinsi çoxalmada əmələ gəlir qametlər. Spermatozoid yumurta hüceyrələrinin birləşməsi cinsi çoxalmadadır. Cinsi çoxalma mayalanmadır. Mayalanma. Nəsil sayı qeyri-cinsi çoxalma daha çox olur. Cinsi çoxalmada isə nəsil sayı az olur, daha çoxdur. Sürətli gedən prosesdir qeyri-cinsi. Valideyn fərdə oxşarlıq. Valideyn fərdə oxşarlıq qeyri-cinsi çoxalmada daha çox valideyn fərdə bənzəyir. Cinsi çoxalmada hər valideyn fərddən genetik müxtəliflik aldığı üçün az fərqli, hər genetik müxtəlifliyi vardır. Hər bir valideyn fərddən genlər alır. Nəsil qayğısına qalmaq cinsi çoxalmada, nəsil qayğısına, balaların qayğısına qal, heyvanlarda, məsələn, cinsi çoxalmada heyvanlar nəsil qayğısına qalırlar. Nəsil sağ qalma ehtimalı cinsi çoxalmada daha çoxdur, nəslin sağ qalma ehtimalı. Deyir, hansı mayalama üsulunda nəslin sağ qalma ehtimalı daha yüksəkdir və niyə? Cinsi çoxalma zamanı sağ qalma yüksəkdir, çünki genetik müxtəliflik yaranır. Müxtəliflik. Sizin fikrinizcə hansı çoxalma üsulunda nəsil ətraf mühit şəraitinə daha yaxşı uyğunlaşır? Cinsi çoxalma zamanı ətraf mühitə uyğunlaşır. Yenə də genetik müxtəlifliyə görə cinsi çoxalma zamanı ətraf mühitə uyğunlaşır. Bu hər bir valideyndən genetika alır və bu daha dözümlü olur ətraf mühitə. İnkişafı tam çevirmə yolu ilə gedən həşəratlarda inkişaf natamam çevirmə yolu ilə gedən həşəratlar arasında hansı fərq var? Burada şəkildə var. Tam çevirmə ilə gedən həşəratlarda pup mərhələsi var. Natamamda isə pup mərhələsi yoxdur. Öyrəndiklərinizi yoxlayın. Nəyə görə partonogenez cinsi çoxalma üsulu sayılır? Onun orqanizm üçün əhəmiyyəti nədir? Partonogenez cinsi çoxalma üsulu sayılır, çünki cinsi hüceyrələrdə, mayalanmamış cinsi hüceyrədə baş verdiyi üçün, yeni orqanizm əmələ gəldiyi üçün cinsi çoxalma üsulu sayılır. Daxili mayalanmanın xarici mayalanmaya nisbətən üstünlükləri nədir? Daxili mayalanma zamanı qametlər tələf olmur. Qametlər daha salamat olur və necə deyim, qorunur qametlər. Ana fərd tərəfindən qamət qorunur. Xarici mayalanma hansı xüsusiyyətə görə fərqlənir? Xarici mayalanma suda gedir və dişi fərd yumurtalarını suya tökür, erkək fərd də spermatozoidlərini suya tökür və mayalama su mühitində gedir. Əslində spermatozoidin yumurta hüceyrəyə gəlməsi asanlaşır, çünki su mühitində daha yaxşı hərəkət edib gələ bilir. Ancaq fərqlənir ki, burada daha çox xaricdə getdiyi üçün bu yumurta hüceyrə və spermatozoidlər tez tələf olurlar. Ətraf mühit şəraitinə dözümsüz ola bilirlər və yaxud başqa heyvanların qidasını təşkil edə bilərlər. Nə üçün dolayı inkişafın sonradan əmələ gəlməsini ehtimal edirlər və bunun bioloji əhəmiyyəti nədir? Ona görə elə düşünürlər ki, dolayı inkişaf zamanı orqanizmlər ətraf mühit şəraitinə uyğunlaşır. Məsələn, yeni doğulan orqanizm ətraf mühitin əlverişli şəraitinə uyğunlaşa yeni böyüyüb yeni orqanizm fərdə çevrilir. Dərsimiz bu qədər.